ikinci sualla tanış olaq. İkinci sualda deyir ki, denkləmin bir kökü x bərabərdir -1 olduğuna görə digər kökünü tapın. Belə deyəndə tənliyin kökünün birini veriblərsə, tənliyin kökü nədir? X-in dəyəri. Hansı ki, o gətirib tənlikdə x-in yerinə qoyanda cavabı sıfıra çevirir. Demək, mən x-in yerinə -1 qoyacağam. Burada cavabı x-in yerinə -1 qoyanda cavab sıfıra getməlidir. -1-in kvadratı olacaq uşaqlar. Bəlkə birbaşa yazaq. Vaxt itkisi olmasın. -1-in kvadratı 1 verəcək. Burada -1 qoyanda bu -1, bu qarşıdakı mənfi dəyər müsbətləşəcək. Onda bu ifadə müsbət qalacaq. Qalacaq 5m plus 100 üstə gəl. Sonda da m kvadratı plus m üstə gəl 5 bərabərdir 0-a. Bunu bir standarta yığaq. M kvadratı qalsın. 5m-dən m-i topladım, elədi 6m. Bu səbə-sədləri də 1 eləsəm, cavab elədi 9 bərabər 0-a. Bu da m plus 3-ün çöldən kare kvadratını verir. O da bərabər 0-a. İkədinin cəmi mərkəzi kvadratını verdi. Bu ifadə də bərabər 0-a, m bərabərdir -3-ə. M-in qiymətini tapdıq -3. Digər kökünü tap dediyində m-in qiymətini tapırıq. Bu dim sistemlərində, yəni dim sistemi kitablarında da standart sual tipidir. TR-üstdə də mat 2-də imtahana düşmür. M-in qiymətini gətirib yerinə təkrar qoyaq. Qoyduqda aldığımız tənliyi bir də həll eləyək. X kvadratı m-in yerinə -3 qoysam -15, üstünü 3 gələndə -12 eləyəcək. Toplayıram 12 eləyir. 12 mənfi edər müsbət 12 x. M-in yerinə -3 qoyduqda bura 9 verəcək, çıx 3 üstə gəl 5 verdi, elə deyil. Bunu da hesablayanda bizə 9, 2 də oradan 11 verəcək, bərabərdir 0-a. Biz də bunu makaslasaq uşaqlar x ya da V teoreminə görə də deyə bilərik. 11 1 kimi eləyəcəm, çarpaz toplayanda ortanı verir. Demək, vuruqlarından biri x plus 11 imiş, digəri isə x plus 1 imiş. Makası keçən videolarda bildirmişdim. Bu 0, bu 0'dır. Buradan x-in dəyəri -11 çıxır, buradan x-in dəyəri -1 çıxır. Bunu zaten özü vermişdi, bizdən bunu istəyirdi, biz də onu tapmış olduq. Cavabda